gözəl vaxtınız xeyir olsun. Yurd FM-in dəyərli və sevimli dinləyiciləri. Siz Mədəniyyət Nazirliyinin dəstəyi ilə mən Türkan Seyzadənin təqdimatında Mədəni Yurdumuzu dinləyirsiniz. Bilirsiniz ki, hər dəfə bizim buraxılışlarımızda müəyyən mövzulara toxunuq. Bugün isə çox sevdiyim bir mövzu, hansı kitablardan danışacağıq. Amma bunu da, bu mövzunu da əbəs seçməmişəm. Çünki oktyabr ayının 1-nə 7-sinə qədər Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab sərgisi keçiriləcək. Yəni biz də bunun ətrafında danışacağıq. Bugünkü qonağımızsa Fərux İnşaatın İşlərinin direktoru Nurman Tariqli. Xoş gəlmişsiniz Nurman bəy. Xoş gördük Şərif. Çox sağ olun. Siz Mən də əlayam. Yer gəlmişkən hədiyələriniz üçün bir dəfə vasitəsilə sizə təşəkkür edirəm. Nurman bəy çox sevdiyim kitabları hədiyyə edib. Bu günlərlə xoş gördük sizin sayənizdə. Çox təşəkkür edirəm buna görə. Minnətdaram sizə. Gəlin də bundan başlayaq. Kitabın insan üzərində təsiri var idi. Şübhəsiz. Bəlkə də insan üzərində ən təsiri olan nəsə varsa, o birincisi kitabdır. Çünki insanın yetişməsində əvvəlsiz olan bir məfhumdur, bir anlayışdır, bir obyektdir deyərdim. O baxımdan kitab birinci insana nə öyrədir, nə verir sualını desəz, mən deyərdim ki, kitab insana düşünməyi öyrədir. Kitab insanı düşüncə olaraq yetişdirir və digər tutaq ki, sosial media, internet resursları falan kitabın yerini o baxımdan əvəz edə bilmir. Kitabın ən böyük üstünlüyü məncə düşünməyi öyrətməkdir. Yer gəlmişkən mən deyim ki, bizim məşhur kitabçılığımız artıq 12 ildir. Düşünərək yaşayanlar üçün. Yəni kitab düşünərək yaşayan insanlar üçün. Əslində bu kitab oxuyan insanların mənim tam ümumiyyətlə buna zaman ayıran, necə deyim, tamamilə özünü belə ruhunu belə azad şəkildə həmin o hekayələrin içərisində buraxan insanlar üçün çox maraqlıdır, çox dərin gəlir. Eləcə də siz bugün mənə çox xoşdur sizinlə söhbət eləmək. Bilirəm ki, əla söhbətimiz olacaq. Dəyərli dinləyicilər, yer gəlmişkən oktyabrın 1-dən 7-sinə qədər Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab sərgisi keçiriləcək. Texno İnsan, dünənin əfsanəsi, bu günün hadisəsi mövzusuna həsr olunmuş bu ilki sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, dünya şöhrətli xarici yazıçılar iştirak edəcəklər. Nurman bəy, ümumiyyətlə sizcə kitab sərgisi insanlara nə bəxş edir? Təmkinində, yəni cəmiyyətimizə. Kitab sərgilərinin ən böyük üstünlüyü bir müddət insanı ümumiyyətlə dünyanın prosesindən qoparmasıdır. İstər oxucu səviyyəsində, istər nəşriyyat, müəllif səviyyəsində. Bir kitab bayramıdır və bütün hər şey kitabdan ibarətdir orada. Girirsiniz bir yerdə, bir salonda bir yazıçının imzası, digərində başqa yazıçının imzası, müəlliflərin görüşü, oxucuların müəlliflərə sualı, oxucuların nəşriyyata sualı. Çox fərqli bir ab-havadır. Deyərdim ki, bu müasir dünyanın qaçaqovundan, bu stresindən sığınmaq üçün ən gözəl məkandır. Çünki kitabların elə bir gücü var ki, o insandan o stresi, o mənfi, negativ ab-havanı ala bilir. O baxımdan sərgilərin bu təbii ki, psixoloji tərəfidir. Bir də ümumiyyətlə bu sahənin inkişafı bağlı çox əhəmiyyətli rolu var. Misal üçün hər payız biz həsrətlə Bakı Beynəlxalq Kitab sərgisini gözləyirik. Çünki həqiqətən də bu sərgidən sonra il boyu nəşriyyatlar onun təsirini hiss edir. Yeni oxucularla tanış olursan, müzakirə edirsən, biz müəllif və nəşriyyat olaraq daha çox pərdə arxasındayıq da, biz əvəzimizdə kitablar danışır. O baxımdan oxucularla ünsiyyətdə olmaq, o verdiyin, çıxartdığın, nəşr etdiyin kitabın təsirini ölçmək, onların tənqid və ya tərifini eşitmək hər bir halda çox gözəldir. Və ümumiyyətlə dediyim kimi də bu oxucuların axın-axın gəlməsi, həm nəşriyyatın özünə güvənməsini, həm müəllifin özünə güvənməsini, həm də bu sahə ilə məşğul olan insanların bu sahəyə olan insanların marağını hiss eləməsi onları motivasiya eləyir və növbəti işləri daha həvəslə ərsəyə gətirməsinə səbəb olur, təkan verir deyərdim. Və təbii ki, burada başqa səbəb də həmçinin kitabların alış-verişi, yəni maddi tərəfidir ki, bu da çox ciddi təsir və nəşriyyatların gücünə güc qatır və ümumiyyətlə həmin ərəfədə indi 7 gün olacaq, həmin ərəfədə bütün ölkə üzrə hamı kitabdan danışır. Bax da sosial media, hamı ora gedə gəlir və məncə hər kəs üçün, xüsusən də kitab sevərlər üçün bu çox fərqli bir mənzərədir, çox xoş bir mənzərədir. Sizin vasitənizdə ora insanları dəvət eləmiş olaq, bir çağırış eləmiş olaq. Məncə mütləq gəlsinlər, uşaqların əlindən tutsunlar, özləri gəlsinlər, ailə ilə gəlsinlər, uşaqları kitab görsün. Və hara gedirik sualına, oğlum, qızım, biz kitab sərgisinə gedirik, kitabın yanına gedirik demək lazımdır. Yəni kitabın ayağına getmək lazımdır ki, başımız uca olsun, belə deyə bilərik. Və yeri gəlmişkən Mədəniyyət Nazirliyi hər də olduğu kimi pulsuz daşınma həyata keçirir. Elmlər 28 may və Koroğlu metrolarından
Pulsuz avtobuslar ayrılıb və bu deməkdir ki, səhər gəlməyə heç bir bəhanə yoxdur. Expo mərkəzi aeroport yolunda yerləşir, biraz uzaqlığı var, amma şəraiti filan çox yaxşıdır və əsl sərgi məkanıdır. Həm də ki, bu daşınma da varkən heç bir dediyim kimi də heç bir bəhanə ola bilməz və xüsusən bu kitabdırsa, ona görə hər kəsi dəvət edirəm, ailə ilə gəlin, kitabın yanında olun, kitablar seçin və bir illik, ən azı bir neçə aylıq kitab azuqənizi toplayın deyərdim. Əla elədiniz. Elə siz də məni qabaqladınız. Yer gəlmişkən veriliş əsnasında da mən birbaşa ora gediş-gəliş yollarını və ümumi məlumatı da dəyərli dinləyicilərimiz üçün səsləndirəcəm. Maraqlıdır mənə. Mütaliə mədəniyyətində hər hansı bir dəyişiklik hiss eləyirsinizmi? Bax, məsələn, mənim üçün çox sevindirici bir haldır ki, gənclərin əlində daha çox kitab görürəm. Hər, məsələn, nə bilim, dayanacaqlarda və s. kafedə baxırsan ki, çox rahat şəkildə, nə gözəl, hər kəsin əlində bir kitab var. Fərqi yoxdur, müzakirə mövzusu olmasın, amma bu məncə sevindirici haldır. Siz nə müşahidə edirsiniz? Çox dəqiq müşahidədir. Xüsusən də son 5 ildə, bəlkə də biraz daha artıq müddətdə kitab oxucusunun, ümumiyyətlə kitabların nəşrində və oxucuların sayında artım var. Bəli. Və bu da göstərir ki, əslində proqnozlar verilirdi, bədbin proqnozlar verilirdi ki, kitab oxuyanların sayı azalır, internet, sosial media kitabın sonunu gətirəcək filan. Bəli. Amma mən çox sevinirəm ki, kitab hələ də o gücünü qoruya bilir və hələ də əvəz olunmaz bir faktor olduğunu göstərir. Məsələn, mən sizə bir misal deyim ki, bu elektron PDF kitablar çıxmağa başlayanda deyirdilər ki, çox yaxın illərdə kitabın sonu gələcək, fiziki kitab aradan qalxacaq. Amma maraqlı bir məlumat var. Səhv eləmirəmsə 2018-ci ilin məlumatıdır ki, dünyada elektron kitab oxuyanların faizi yalnız ümumi oxucuların 18%-ni təşkil edir və artım demək olar dayanıb və inkişaf eləmir. Çünki məncə insanlar nə qədər maraqlı olsa da sosial media, internet filan, amma yenə də o sığındıqları o kitabdır, kitabın qoxusu dəyişməzdir. İnsan çəkilir bir kənara, kitabla ünsiyyətdə olur, kitaba fokuslanır, cümlənin altını xəttləyir və onu hiss eləyir və bir maraqlı bir faktor da, yəni son illərin nəticəsidir, psixoloqlar deyəsən kəşf ediblər bunu ki, kitabda o səhv vərəqlərin çevrilməsinin özünün bir psixoloji təsiri var beyin üçün. Sanki hər dəfə vərəq çevriləndə insan beynində yeni bir səhifə və yeni bir yenilənmə yaranır. Bu isə scroll deyirlər, yəni hərəkət, telefonda olan o hərəkəti sürüşdürmək effektindən tam fərqlənir və bu da görünür ki, insan beyni üçün çox faydalıdır. Ona görə də tək bizdə yox, dünyada ümumiyyətlə, yəni kitab mövzu dəyişə bilər. Yəni tutaq ki, bir ədəbiyyatdan non-fictiona keçə bilər. Amma oxucuların sayı ümumiyyətlə artmaq doğrudur və bu da məncə gələcək üçün nikbin proqnozlar verməyə əsas verir. Bəli. Mədəni yurdumuz. Bax, kitab satışında sizcə PR-ın rolu nə dərəcədədir? Hansı işlər görülməlidir bunun üçün? Məsələn, bizim kimi ölkələrdə ki, kitabın PR-ı və ümumiyyətlə hər tərəfdən kitab sahəsi yetərli səviyyədə deyil. Yəni bu sir deyil heç kəsə. Kitab ən böyük problem nədir? Kitab mağazalarının azlığıdır. Biznes insanları, biznes yönlü fəaliyyət göstərən insanlar təəssüf ki, kitab mağazaları açmağa da meyilli deyirlər. Çünki kitab mağazalarında bəlkə də o qədər karlılıq yoxdur. Bir səbəb budur. Yəni ölkəmizdə kitab mağazalarının sayı çox azdır. Məsələn, son dövrlə görürük, addımbaşı kofe shoplar açılır. Addımbaşı, yəni çox da kofe içməyən bir millət olaraq biz artıq gündəlik kofe içməyə vərdişinə yiyələnmişik. Bu da göstərir ki, əslində bir şeyə düzgün fokuslanılsa, onunla bağlı düzgün PR qurulsa, həmin sahə inkişaf edə bilər. Mən çox istəyərdim ki, kofe shoplarda olan bu artım, bu sürəkli bir artım var, o mütəmadi gedir, hər kəs açır filan belə. O kitab mağazalarında olsun, ən azı onun yarısı qədər. Çünki bu kitabın inkişafına birbaşa təsir göstərəcəyinə inanıram. Məsələn, siz bu ərazidən çıxıb kitab almaq istəsəz, bir xeyli yol getməlisiniz kitab almaq üçün. Amma eyni şeyi kofe üçün eləmək istəsəz, çox rahat ala bilərsiniz və ya digər məhsulları. İnsan da istər-istəməz də göz gördüyünü istəyir, belə bir söz var da. Ona görə də mən deyərdim ki, PR məsələsini düşünürüksə, reklam, marketinq qoyuram qırağa. Ən birincisi real məkanlarımız kitablaşmalıdır. Və ondan başqa bir məsələ də əgər reklam və PR-dan danışırıqsa, nəşriyyatların təəssüflər olsun ki, elə bir maliyyə gücü yoxdur ki, o tutaq ki, televiziyaya çıxa bilsin, hətta radioya çıxa bilsin, ya məşhur bir podkastlara çıxa bilsin, reklam verə bilsin. Bu gücü yoxdur. Çünki həqiqətən də onu hesab kitab edəndə baxırsan ki,
bu ödəyəcəyim məbləğ ümumi gedişata, nəşriyyatın ümumi gedişatına mənfi təsir göstərəcək. O baxımdan biz kitabı siz də müşahidə edə bilərsiniz ki, biz kitabları böyük ekranlarda, nə bilim, səs-küylü yerdə görə bilmirik. Ancaq o belə deyərdim, çox da ödəniş tələb olmayan, çox da belə nüfuzu olmayan yerlərdə müşahidə edirik. Bu təəssüfləndirici haldır. Ona görə də birinci dövlət olaraq biz bunu düşünməliyik. Özəl şirkətlər, özəl kanallar onu kitaba yer ayırmalıdırlar PR üçün. Yəni bu nəhayətdə onun özü üçün faydalıdır, onun öz ailəsi üçün, uşağı üçün faydalıdır. Oxuyan bir cəmiyyətdə yaşamaq istəyirik hamımız. Hamımız şikayət edirik müxtəlif problemlərdən, növbədən, filan şeylərdən. Yaxşı, bu necə aradan qalxmalıdır? Heç nə, bayaq əvvəl danışdığımız kimi düşünən insan olmaq lazımdır. Düşünən insan nə yetişdirir? Kitab yetişdirir. Yəni kitab təkcə bizim biznesimizə mənfəət verdi, vermədi deyə ölçülməli deyil də. Həm də ki, gələcəyimizə nə verdik bununla bağlı ölçülməlidir. Ona görə də təəssüflər olsun, kitabın PR-ı yaxşı səviyyədə deyil və bununla bağlı biz dövlət və özəl şirkətlər olaraq çox ciddi düşünməliyik. Bununla bağlı nələrsə eləməliyik ki, kitablaşmağımız daha sürətlə baş versin və bu özü ilə də mədəniyyətləşməyimizi gətirib çıxaracaq. Ona görə də məncə hamımız buna fokuslanmalıyıq və gələcəyin yaxşı olmasını istəyirik. Mədəni Yurdumuz. Məqamda Mədəniyyət Nazirliyinə elə sizin vasitənizlə də bir təşəkkürümü çatdırmaq istəyirəm. Çünki məsələn siz deyirsiniz ki, qanun ümumiyyətlə nəşriyyat evlərində elə bir gücləri yoxdur ki, onlar PR eləsinlər. Amma əgər Azərbaycan mədəniyyətinə bir töhfəsi varsa, necə ki sizin mənə hal-hazırda göstərdiyiniz kitablar, hədiyyə elədiyiniz kitablar hansıdır? Bizim mədəniyyətimizə töhfəsi olan insanların kitablarıdır. Onun üçün yəni bizim borcumuzdur ki, əgər mədəniyyətimizə töhfə varsa, biz də normal olaraq sizi dəvət eləyək və o barədə suallarımızı verək və hansı ki, əgər kiminsə məlumatı yoxdursa, onlar da bizim vasitəmizlə elə sizin vasitənizlə də məlumatlansınlar. Çox sağ olun. Yeri gəlmişkən bu layihədə ki, Mədəniyyət Nazirliyi həyata keçirirsiniz. Çox yaxşıdır. Mən görürəm, izləyirəm, baxıram, dəvət edirsiniz filan. Yəni bu kimi şeylər gözəldir və bunun sayı çox olmalıdır. Yəni tək Mədəniyyət Nazirliyinin üzərində deyil. Ümumiyyətlə mədəniyyət və kitab hansısa bir nazirin üzərində deyil. Bu ölkənin bütün qurumların məsuliyyətidir. Məsələn, mən düşünürəm ki, niyə nazirlərimiz kitab sərgilərində öz əməkdaşlarına misal üçün 20 manatlıq hədiyyə kuponu verməsin, gedin sərgiyə, bonus veririk sərgiyə, gedin 1-7 oktyabr gedin kitab alın. Təsəvvür edin ki, hər nazirin minlərlə əməkdaşı var, düzdürmü? Əgər yəni hər nazirlik, hər qurum özəl şirkət olsun, fərqi yoxdur. Müxtəlif layihələrə, təqdimatlara, nə bilim, qala gecələrinə minlərlə pul xərclənir, düzdürmü? Bir dəfə deyilsin ki, və sərgi var, 2 saat, yarım gün sərbəstsiz və ya heç ayrılmasın. Kupon ayırsın ki, bu kupon aparın, gedin kitab alın nəşriyyatlardan, həftə sonları gedin. Altı Bazar bilirsiniz də, Altı Bazar da sərgidir. Yəni bu şeylər olsa, yəni hər bir şirkət, hər bir qurum öz üzərində bu məsuliyyəti hiss eləsə, inandırım sizi, çox biz yəni qabağa düşə bilərik mədəniyyət və nəşriyyat sahəsi olaraq, kitab sahəsi olaraq və hər bir qurum gəlməlidir. Göstər ki, bir qurumun əməkdaşları, onun rəhbəri sərgiyə gedir. Onlara gedəcəklər istər-istəməz və ya hansısa bir özəl şirkətin rəhbəri ora gedir. O da gedəcək, o ailəsindən. Mən görürəm, bəzi nazirlər gəlir, bəzi dövlət insanları gəlir, bəzi məşhur bizneslərin sahibləri gəlir. Onları orada görmək belə insana motivasiya verir ki, deməli biz dəyərli işlə məşğuluq və bu dəyəri bilənlər də var. Yəni onsuz da biz işimizi görürük, yəni nəşriyyatlar hamısı işini görürlər. Amma yəni gəlib sağ ol demək, sağ olun nədir? Kitaba baxmaq, almaq, dəyər vermək, yəni insanı dəyərləndirir də. Belədir. Bəli, tam razıyam. Dəyərli dinləyicilər, bir daha xatırladım ki, siz 90.7 FM-də, Yurd FM-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə mən Türkan Hüseynzadənin təqdimatında Mədəni Yurdumuzu dinləyirsiniz. Bugün kitablardan danışırıq. Məlumat verim ki, oktyabrın 1-dən 7-sinə qədər Bakı Expo Mərkəzində 11-ci beynəlxalq kitab sərgisi keçiriləcək. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Texno-insan, dünyanın əfsanəsi, bugünün hadisəsi mövzusuna həsr olunmuş bu ilki sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, dünya şöhrətli xarici yazıçılar iştirak edəcəklər. Ziyarətçilərin Elmlər Akademiyası 28 may və Koroğlu metro stansiyalarından Bakı Expo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin olunacaq. Sərginin iş vaxtı saat 10-dan 20-yə qədərdir və sərgiyə giriş tamamilə ödənişsizdir. Mədəni Yurdumuz. Gələk əsas mövzuya, hansı ki mənə çox maraqlıdır. Bax, pirat kitablara qarşı mübarizəni necə aparırsınız? O pirat kitablar mövzusu məncə təkcə bizdə yox, dünyada bəli problemdir. Bizdə isə daha çox problemdir.
Çünki çox qəribə də olsa belə bir şey var. Hətta gedirsən pira satan adama desən ki, niyə satırsan bunu da, bu olmaz adı. Heç mən pis görmürəm ki, sən kitab oxuduram insanlara. Bəli, maarifləndirirəm. Və hətta yəni bunu çox qabaranda da, yəni hətta məşhur şəxslər belə buna çox ciddi baxmırlar. Sanki kitabdır da, yəni daha da yaxşı, ucuz alsın insanlar. Amma düşünmürlər ki, bu yaradıcı bir insan məhsuludur. Bunun üzərində onlarla insan işləyir, müəllifi var, tərcümətçisi var, redaktoru var və s. Və bu onların əməyindən sui-istifadə olunmaq deməkdir və bu müəllif hüquqlarının pozulmağı deməkdir. Onsuz da yəni bu sahənin insanları çətinliklə işləyirlər bu sahədə. Bir də onu sən bu zərbəni vursan, təbii ki, yəni nəticə yaxşı olmayacaq da. Məncə ən birinci şey, yəni inzibati yollardan da vacibi Bəli. oxucuların şüurlu olmasıdır. Oxucular bilməlidir ki, yəni bu pirat kitabı almaq olmaz. Əgər sən oxucusansa, bunu daha çox dərk etməlisən ki, bu hansısa müəllifin hüququnun pozulması deməkdir. Yəni mədəni insana, bir kitab oxuyan insana ümumiyyətlə bu yaraşmayan, hətta onu qınamalısan, etiraz eləməlisən. 1, 5, 10 nəfər buna etiraz eləsə, o çəkinəcək yavaş-yavaş. Məncə əvvəlkilərə nisbətən biraz daha şüurluluq var bu sahədə. Amma yenə də bu problem qüvvədə qalmaqdadır. Xüsusən də təsəvvür edin ki, hər nəşriyyatın, misal üçün də 5-10 kitabı bestseller olur da. Bəli. Və bu bestseller olan kimi sanki o parazitlər var da, görürlər ki, bunda çox yaxşı bir pul var filan. Bəli. Gedib onunla məşğul olur. Nəşriyyatın ümidi həmin kitablarıdır. Bəli. Bunlar da həmin kitabların piratını vururlar. Yəni satılmayan kitabın piratını vurmurlar ki, satan piratını vururlar. Hansı ki, həmin nəşriyyatlar da o kitablara ümidlidirlər nəşriyyatın gedişatından bağlı. Ona görə də məncə qanunvericilik səviyyəsində də bu ciddiləşməlidir. Qanunvericilik əslində varsa, tətbiqində daha diqqət ayrılmalı tətbiqinə və bir də ki, bizim ən böyük gözləntimiz ki, onlara daha çox inanırıq ki, bunu həll edə bilərlər. O oxuculardır ki, ondan uzaq gəlsinlər və qınasınlar belə. Sosial mediada keçən dəfə çox maraqlı bir post gördüm. Deyir ki, kitabxana müdürü, bizdə deyil, xaricdədir, kitabxana müdürü deyir, bütün kitabların üzərini tamamilə kağızla örtüb ki, heç kim dizayna görə baxıb almasın. Əslində mənə bir növ maraqlı gəldi. Bir tərəfdən də qərəzsiz qaldım. Çünki ola bilər ki, bir insanın marağı nəyəsə çəkməsin, amma rəngi vasitəsilə həmin o romanla tanış ola bilər. Necə yanaşırsınız bax bu mövzuya? Deməli, ciddi oxucu üçün əslində, ciddi oxucu üçün kitabın qapağı önəmli deyil. Yəni bu biz bunu bilirik. Tutaq adam çox ciddi bir oxucudur. Kitabın ilk abzasını oxuyanda bilir ki, kitabın mövzusu nədir və bu kitabı oxumaq olar, yoxsa olmaz. O həddə oxucular var. Peşəkar oxucudan söhbət gedir. Bunlar üçün bəli, mühüm deyil. Və xüsusən də nə bilim 50 il qabaq özünüz görürsünüz dünyada və bizdə yəni dizayna çox da ciddi fikir verilmirdi və yaxud da ki, dizaynın cəlbediciliyinə fikir verilmir, daha çox onun mövzunun çatdırılmasına fikir verilirdi. İndi Sovet dövründə görmüsünüz də, yəni orada kitablar necə idi? Yəni qabaqlarında çox ciddi rəng fərqi var idi və üzərində müəyyən bir xəttlərlə hansı element bildirilirdi. Bu öz yerində, amma nəzərə alsaq ki, biz vizual dünyada yaşayırıq. Hər şey vizuallığa hesablanıb, geyimlər, nə bilim telefonlar filan və telefonlar necə ölçülür? Bu daha yaxşı çəkir, bu daha yaxşı effekt verir filan, düzdürmü? Belə bir dövrdə kitabın bu sahədən kənarda qalması gözlənilən və məntiqli deyil. Xüsusən də müasir gənclər üçün bu vizuallıq çox önəmlidir. Yəni əvvəllər restoran sistemləri necə seçilir? Deyirlər ki, burada yaxşı yemək verirlər, gedək ora. Ancaq yaxşılığı mühüm idi. Yəni oranın dekorasiyası, interyeri çox vacib deyildi, düzdürmü? Amma indi elə deyil. Yəni yaxşı yeməklə bərabər oranın interyeri, abu-havası, nə bilim, hətta akustikası filan da vacibdir. Yəni çünki ora gedənlər telefonla çəkirlər, harda olduğunu bildirirlər. Ona görə həm bu, həm də ki özünün zövqü baxımından ki, mən orada tək yemək yemək istəmirəm, həm də istirahət etmək istəyirəm. Bu da anlaşılandı. O baxımdan kitabın qapağının da təkcə kitabın içi əladır. Mən qapağının gözümün oxşamasını istəyirəm, gözümə oxşasın rəngləri, nə bilim dizaynı və kitab qapaq dizaynı da dizayn sahəsinin bir qoludur və dünyada bu inkişaf eləyir. Bunun öz mütəxəssisləri var. Məncə buna diqqət etmək lazımdır. Və o yanaşmanı eşitmişəm, bəli, bir mağazanın o kitab produkt satmağı maraqlıdır. Kitabın nə bilim marketinq tərəfinə, qapağın dizaynına fikir vermək, kitabın məzmununa fikir deyilməlidir. Amma bizim də necə eləyə bilər? Yəni oxucuya bir kitabı sevdirmək üçün ilk baxışda o kitabın qapağına baxır və mən sərgidə olsa, tutaq ki, mən mağazada işləsəm hər gün və hər gün sərgi olsa, mən oxucunu yandıra bilərəm. Gələr kitabı, deyərəm bu kitab yaxşıdır, mövzusu budur və nə istəyirsən sualının cavabında o kitabı tövsiyə edə bilərəm. Onun dizaynı vacib olmaya bilər. Amma nəzərə alın ki, biz kitabları nəşr edirik və buraxırıq mağazaların öhdəsinə. Orada biz danışmırıq. Orada artıq kitabların dizaynı danışır, kitabın arxa qabaq yazısı danışır.
nə bilim, bu məzmun cəlb eləyir də. Orda o mənim əvəzimə iş görməlidir həmin dizaynlar. Ona görə də dizaynlar önəmlidir və xüsusən də mən deyim ki, biz buna çox diqqət edirik nəşriyyat olaraq. Hətta bəzi dizaynlarımız mükafat qazanıb Azərbaycanda, Türkiyədə. Yəni buna xüsusi diqqət edirik və oxucular bunun fərqindədirlər. Biz görürük ki, təsir var. Həqiqətən də kitab olub ki, onun birinci nəşrində qapağı fərqli olub. Bəli. İkinci nəşrində o qapağı bəyənməmişik, dəyişmişik və satışda fərqi Təsiri görmüşük. olub, hə? Olub, bəli. Biz bunu ölçmüşük dəfələrlə. Yəni olub. Deməli ki, vizuallığa insanlar önəm verirlər. Şübhəsiz, yəni ətrafımıza baxsaq hər şey vizuallığa hesablanıb. Bəli, bəli. Bax, güman ki, bundan öncə də müəyyən o kitab sərgilərində iştirak eləmisiniz. Mənə maraqlıdır. Bax, heç vaxt sərgidə olmayan bir insana tərif eləsəz, nə kimi çağırışlar eləyərsiniz ki, həqiqətən də bax bu dəfə keçirilən o kitab sərgisinə qoşulsunlar? Əslində əvvəldə danışdıq biraz bununla bağlı. Yəni kitab sərgisi bu dünyanın dediyim kimi də bu müasir dövrün qaçaqasından sığınmaq üçün ən gözəl məkandır. Və siz gedirsiniz minlərlə kitabla əhatə olursunuz. Hər yan kitabdır, hər yerdə kitabını danışırlar. Kitab müzakirə edirlər. İnsan əllərində kitabla gəzirlər. Biri açıb qovesində kitab oxuyur, biri uşağına kitab alır. Mənzərənin özü. Yəni kitab almasanız belə, ora gedib 1 saat girib çıxmağınız O tanışlıq. sizin o abu-havavızda, ümumiyyətlə o mədəniyyət səviyyənizdə deyərdim, müəyyən qədər fərq yaradacaq. Yəni bu belədir. Yəni kitabı görməyin özü artıq bir mədəni hadisənin kiçik bir elementidir, mən deyərdim. Yəni kitabı görmək belə bir fərqli yaradır insanda. Həmçinin orada kitab nəşriyyatlar endirimlər eləyirlər. Yüksək endirimlər var ki, misal üçün get mağazada ala bilməz kitablar o endirimlə. Hansı ki, bu endirimlər kitab sərgilərində olur. Bəli, adətən kitab sərgilərində olur. 30%, 40%, 50%, 70% endirimlər olur. Hər nəşriyyat özünə uyğun endirim eləyir. Və ondan çox yaxşı yararlana bilərlər. Həmçinin bəlkə də heç vaxt rastlaşa bilməyəcəyi məşhur yazıçılarla ora görüşə bilərlər, oturub onları dinləyə bilərlər, onların çıxışına qulaq asa bilərlər. İmzalı kitab ala bilərlər, o xatirə qalır. Ən maraqlı şey sərgilərində kitabı imzalatırsan, səndə qalır, o xatirə qalır müəllifin imzasından. Nə bilim 20 il sonra baxırsan ki, bu falan yerin xatirəsidir. Yəni sərgiyə gəlmək üçün səbəb çoxdur. Yəni ən vacib kitabın yanında olmaq, nəşriyyatın yanında olmaq, müəllifin yanında olmaq şüurundan gəlmək lazımdır. Və mən bilirəm ki, ora gələnlər həmin günü fərqli keçirir. O evə qaydanda nə bilim nə restorandan aldığı, hətta konsertdən aldığı o xoş ab-havanı buna daha çox alır. Yəni bura daha çox onun üçün maraqlı və bir xatirəsi olan hadisə deyərdim. Mən belə hiss edirəm və belə görürəm insanlarda. İndi siz də gələcəksiniz yəqin ki, axın insanlar gəlir. Əvvəllər belə deyildi. Yəni 5-10 il qabaq bundan belə deyildi. Axın gəlir. Hətta şənbə, bazar növbə olur. Yəni içəri girmək üçün stendlərin qabağı bağlanır. Bizdə həmişə deyirdi filan növbə, nə bilim hansı telefona növbə yaranıb filan. Gəlin ancaq tənqid baxmayaq. Elə deyil. Yəni həmin insanlar ki, hamısı qınayırlar, nə bilim sosial media üzərindən baxın, saat 12-də telefon növbəsi var, filan yeni marka çıxıb filan. Mən deyirəm bir dəfə də gəl kitab üçün növbəni gör və ümiddən də. Yəni niyə ancaq biz neqativlər köklənmişik? Gənclər gəlirlər, yəni özü gəlir, müstəqil gəlir, nə bilim məktəbli gəlir, kitab seçir alır. Bunların özü çox gözəl mənzərələrdir və bunları görmək, bunları paylaşmaq lazımdır və o tənqid edənlər var, yəni baxın filan növbədir, filan yerdən qırğındır filan. Kitab paylaşmazlar. Yəni nədənsə biz elə bil o neqativdən like yığmaq xəstəliyinə tutulmuşuq. Gəlin indi görün də, gəlin baxın indi çağırıram həmin o insanlar ki, ümidsizdirlər kitabın gələcəyindən bağlı. Gəlsinlər mənzərəni görsünlər. Özlərinə fikir dəyişəcək, özləri kitaba yaxınlaşacaqlar və məncə bu paylaşımları özlərinə xoş təsir edəcək. Yox, o qədər ümidsiz deyil gələcək. Yəni o qədər qaranlıq deyil. Yəni çox yaxşı şartlar var gələcəklə bağlı. Bəli. Həmçinin də o mənzərəni göstərmək kütləvi informasiya vasitələrinin həmçinin də bizim üzərimizə düşür. Biz də əlbəttə ki, bu işi sevə-sevə görürük. Çünki söhbət kitabdan gedirsə, dediyim kimi, əgər könüllülük belə lazım olsa, mən düşünürəm ki, kitab sevərlər sevə-sevə bu könüllüyə müraciət edirlər. Əlbəttə. Bir yerə gəlmişəm bir məsələni də deyim, Düşən xanım. Deməli, son 5 ildə bizim də üzv olduğumuz Azərbaycan Nəşriyyatları Assosiasiyası yaradılıb. Gənc nəşriyyatlar birləşib, birlik yaradıblar və bizim ilk işimiz bilirsiz nə oldu? Bakıda sərgilər olur, amma bölgələrimiz kitab cəhətdən susuz qalıblar deyərdim. Və biz ilk işimiz Bakıdan kənara sərgi eləmək oldu. Sumqayıtla başladıq, Lənkəran, Gəncə, Naxçıvan, Mingəçevir və hər yerdə də dəfələrlə sərgi eləmişik. Təsəvvür edin, Gəncədə axırıncı dəfə sərgi 87-ci ildə olmuşdu. Və görün o illər ərzində nə qədər insan oxucu itirmişik də, kitabdan aralı qalıblar və
Biz gördük ki, əksərən deyil, Bakıda isti kofe əlimizdə, qınayırıq, bölgələrə kitab oxuyan yoxdur, bölgələr geri qaldı, nə bilim, erkən evlilik filan da. Ancaq bölgədə neqativ şeylər gəlir də. Heç kim demir ki, gedim görüm mən nə edə bilərəm ora üçün. Və biz getdik rayonlara, bölgələrə, baxdıq ki, nə qədər insanlar kitaba həsrətdirlər. Gəlir, mən təəccübləndim ki, gəlir bir dənə gənc məktəb uşaqlı da, yeniyetmədir. Gəlib müəllif soruşur, gəlib nə bilim əsərin adını soruşur, falan kitab sizdə varmı? Bu göstərir ki, yox, bizdə oxumağın genetikası yerindədir. Yəni biz oxuyan millətik, oxuyan olmuşuq. Hə, az çox fərq eləməz, amma bu bizdə var da. Bunu stimullaşdırmaq üçün nəsə eləmək lazımdır. Və biz bu minvaldan 5 il ərzində bölgələrdə 20-yə yaxın sərgi eləmişik. 20-yə yaxın sərgi eləmişik. Bu göstərir ki, və biz əmin olduq ki, yox, oxuyan var, sadəcə çalışmaq lazımdır, düzgün işləmək lazımdır, belə. Əslində çox gözəl bir xəbər verdiniz mənə. Həqiqətən də bu çox sevindirici bir haldır ki, bölgələrdə də kitablara maraq var. Hətta mən bölgələrdə də deyirəm, amma mənim öz fikrim bilirsinizmi nədir? Məncə bölgələrdə kitaba maraq biz şəhərdə yaşayanlara nisbətən daha çoxdur. Ola bilər ki, bəlkə də onların boş zamanları daha çoxdur. Məsələn, bizim də bəzən boş zamanımız olur, amma boş zamanı nədə keçirdirik? Hədər eləyirik və sosial medialara giririk. Amma onlarda bu tamamilə rutin qaydalar başqadır deyə düşünürəm ki, bölgələrdə daha çoxdur və həmçinin də bunu biraz çoxlaşdırmaq üçün bəlkə də yardımların içərisinə bir neçə kitab yerləşdirib o şəkildə göndərmək də bəlkə oxuma mədəniyyətini biraz daha inkişaf elətdirə bilər. Yəni məncə də oxuyanların sayı çoxdur. Sadəcə orada bağ qırılıb, rayonlarda kitab mağazaları yoxdur. Yəni bir yerdə kitabxanalarımız ümumiyyətlə yaxşı səviyyədə deyil, bu məlumdur. Və kitab mağazalarımız da yoxdur. Yəni çox az yerdə, nə bilim, kitab mağazası var. Böyük şəhərlərimizdə kitab mağazaları yoxdur. Yəni belə bir mühitdə o gənclər neynəsinlər? Yəni necə vaxt keçirsinlər? Kitabı hardan alsınlar? Başdan sifariş eləməlidirlər, onun göndərilməsi əl çatan deyil də. Məncə də, yəni biz əgər düzgün düşünsək, düzgün planlaşdırsaq və düzgün yatırım qoysaq, bölgə insanlarımız bizdən də çox kitab oxuya bilər. Necə ki, görürsünüz tələbə qəbullarında nə qədər bölgələrdən yüksək balla qəbul olanlar var, necə önə çıxırlar da. Ona görə də mən razıyam sizlə ki, bəli, yəni düzgün koordinasiya olunsa proses çox yaxşı nəticələr almaq olar bölgələrimizdən. Mədəni yurdumuz. Dəyərli dinləyicilər, bir daha xatırladım ki, siz 90.7 FM-də, Yurd FM-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəni Yurdumuzu dinləyirsiniz. Bugünkü qonağım Parlaq İmzalar Nəşriyyat evinin direktoru Nurman Tariqdir. Yeri gəlmişkən bir daha məlumat verim ki, oktyabrın 1-dən 7-sinə qədər Bakı Expo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab sərgisi keçiriləcək. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Texno-insan dünənin əfsanəsi bugünün hadisəsi mövzusuna həsr olunmuş. Bu ilki sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, dünya şöhrətli xarici yazıçılar iştirak edəcəklər. Ziyarətçilərin Elmlər Akademiyası 28 may və Koroğlu metro stansiyalarından Bakı Expo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin olunacaq. Sərginin iş vaxtı saat 10-dan 20-yə qədərdir və sərgiyə giriş tamamilə ödənişsizdir. Gələk bu mövzuya, hansı ki, motivasiya kitablarına qarşı münasibətiniz mənə maraqlıdır. Sırf niyə bunu soruşuram desəniz, bəzən həqiqətən də o motivasiya kitablarında o qədər, bilirsiniz, hər oxucuya hörmətlə yanaşıram. Amma bəzən çox belə absurd və biznes üzərində qurulan cümlələr görürəm. Amma gənclərin də o kitabı oxuyandan sonra mən möhtəşəm fikirlər əldə elədim. Ay, mən bunu necə düşünməmişəm deməkləri məni məyus edir bəzən. Çünki bu çox kitabda yazılıbsa o demək deyil. İnsanın düşünürəm öz fikri olmalıdır, öz həyat yolu olmalıdır ki, onu sən uyğunlaşdıra biləsən. Hər kitabda oxuduğumuz öz həyatımızı uyğunlaşdıra bilmərik axı. Çünki yaşadığımız hadisələr fərqlidir və biraz da burada ağlımız rol oynayır. Nə düşünürsünüz motivasiya kitabları haqqında Nurman bəy? Belə düşünürəm ki, motivasiya kitablarının bir çoxu motivasiya eləyə bilmirlər, belə düşünürəm. O sözü sizə buraxdım. Deməli, əslində bu sahənin ciddi müəllifləri var, kitabları var. Yəni uzun illərdir müəllif yazırlar və dünyada çox tanınan təməl kitablar var bu sahənin. İstər marketinq, istər motivasiya, özünün inkişaf, biznes. Amma təbii ki, bilirsiniz, bir şey dəbə düşəndə onun yaxşı bitkilər yanında necə əlaqələr olur. Elə eyni proses bura baş verir. Yəni kimlərsə baxır ki, bu sahənin kitabları yaxşıdır, yaxşı satılır və başlayır məzmunu zəif, nə bilim, məzmunsuz kitablar nəşr eləməyə. Olduqca zəif. Və bu yaxşı biznes aləti olduğu üçün də müəyyən kanalları tapırlar, dünyada məşhurlaşdırırlar həmin kitabları, milyon tiraj satırlar və təbii ki, tamamilə biznesdir bu.
Və dediyiniz kimi, yəni bir çoxunun o gənclərin o ehtiyacı var, o inkişaf eləmək istəyir, özünə mövqe tapmaq istəyir həyatda filan, daha çox oxuyurlar. Onların o hissindən sui-istifadə edirlər və özünün belə tətbiq eləmədiyi, nə bilim, bir həftəyə milyonçu ol fikirləri, nə bilim, bunu sən bacararsan, nə bilim, öz biznesini qur, işdən çıx, neynə. Bu cür yəni təməli olmayan, əsas olmayan və daha çox belə şou xarakterli cümlələr qurmaqla gəncləri müəyyən qədər aldada bilirlər və gənc neynəsən, yəni izləyir, baxır ki, dünyada bu kitab partladıb, oxuyur, bestsellerdir, cəmaət bundan danışır. O bilmiş arxasında bunun yəni ciddi marketinq planı var, ciddi maliyyə planları var ki, ayırıblar və bu kitabı populyalaşdırıblar bu cür. Amma mən müəyyən qədər gənclər bunu oxumalıdırlar, ehtiyacı var və dediyim kimi yaxşı kitablar da var bu sahədə. Öz həyatlarındakı o yolunu cızmaq üçün istinad edə biləcək kitablar var. Amma mən tövsiyə edirəm ki, seçsinlər o kitabları, çox ciddi seçsinlər, o vaxtlarına heyfi gəlsin. Son dövrlər təəssüfləniyim başqa bir nüans da var ki, adətən deyirlər, yox mən ədəbiyyat oxumuram. Mən ancaq belə non-fiction oxuyuram, qeyri-bədii ədəbiyyat oxuyuram. Oxusunlar, buna razıyam. Amma mən deyərdim ki, kitab deyəndə əsasən ədəbiyyat nəzərdə tutulur. Qeyri-bədii ədəbiyyat da öz yerində, amma bu bir-birinə ziddiyyət təşkil eləmir. Mən kitab ancaq psixologiya yönlü kitab oxuyuram, motivasiya oxuyuram, ədəbiyyat oxumuram deyən oxucu müəyyən mənada yarımçıq oxucudur. Yəni ədəbiyyatın yerini o əvəz eləməyəcək. Ona görə də hətta mən deməli bəzi dostlarım var ki, biznes sahibidirlər. O deyir ki, mən filan yaşlarda ancaq biznes kitabı oxuyuram. Deyir, artıq yoruldum. Hamısı o tərəfə, bu tərəfə eyni mövzunu dartışdırırlar da. Yəni məzmun eynidir və deyir, artıq getmişəm ədəbiyyata. O mənə rahatlaşır. Yatandan qabaq yarım saat o kitabı oxuyub rahatlaşıram. Doğrudan da belədir. Məşhur bir araşdırma var. Səhv eləmirəmsə, Sussex Universitetinin araşdırmasıdır. 6 dəqiqə kitab oxumaq stresi 3 dəfə azaldır. Yəni bu məşhur bir araşdırmadır. Və bu kitab deyəndə adətən daha çox bədii ədəbiyyat nəzərdə tutulur. Ona görə də onunla bərabər yəni oxusunlar, ehtiyac var, tələbat istərindən gəlir, amma bu ciddi müəlliflər, yəni o parlaq imzalar var dünya ədəbiyyatında. Onlardan vaz keçmək demək deyil. Yəni onların verdiyi empatiya hissi, özünü tapmaq, düşünmək, onların verdiyi bu şeyi o kitablar verə bilmirlər. O vərdişi də yəqin ki, yaradan məktəb müəllimləri olmalıdır. Onların üzərinə böyük məsuliyyət düşür. Çünki mən bəzən baxıram, uşaqlarda da səhlənkarlıq yaranıb sanki. Sanki həvəssizləşiblər və bunun səbəbi nədir? Telefonlar, sosial medialar və s. Valideynlərin qadağası necə ki, bizim vaxtlarımızda, məsələn 90-cı illərdən olan uşaqları nəzərdə tuturam daha çox. Məsələn, bizdə məcburi idi. Mütləq şəkildə yay tətillərində biz kitab sayısı ilə gəlirdik müəllimin qarşısına ki, bəs bu qədər kitab oxumuşuq və müəllim də doğrudan da bizi yoxluyurdu, görün, bax bu yerdə nə yazılıb, nələr olub, əzbər bilirdik. Amma indi hal-hazırda baxırıq ki, yox, sadəcə şəkilli kitablar, çox orta və yüngül mövzulu kitablar uşaqlar oxuyurlar. Valideynlərin də üzərinə böyük məsuliyyət düşür. Yəni çox yaralı yerə toxundunuz. Ümumiyyətlə məktəbin bu ədəbiyyatla bağlı bir strategiyası təəssüflər olsun ki, yoxdur. Yəni məktəb kitabxanaları, mən olmuşam bu yaxınlarda bir Salyanın bir kənd kitabxanasında, məktəbində oldum və o kitabxanasında baxdım. Kitablar 2004-cü ildə çıxan kitablardır uşaqlar üçün. Qalın qapaq, indi bayaq danışdıq, dizaynı bərbad və belə kağızları ağ kağız, ölçüsü uyğun olmayan kitablardır. Və bilirsiniz ən böyük problem nədir? Biz nəşriyyatlar olaraq biz şagirdlərlə görüşə bilmirik. Yəni məktəblərdə müəyyən məhdudiyyətlər var. Məktəbə girib müəllimə kitabı tanıtsan ki, müəllim bu kitabı uşaqlara oxudun, kitabın mövzusu budur, müəllifi budur filan. Avtomatik bir şübhə yaranır. Ki bu məqsəd nədir bura? Yəni gəlirlər, tutaq ki, buna bir qadağa var. Mən anlayıram. Yəni sui-istifadə hallarda yarana bilər bu məsələdə, necə ki yaranır. Amma axı bu sui-istifadə tutaq ki 10%, 20% sui-istifadə olunacaq deyə bu yüksək bir faizi, faydalı tərəfini görməzdən gəlmək olmaz axı. Yəni məktəbli kitab oxumalı. Kitabı hardan oxumalı? Müəllim kitabı hardan tanımalı? Nəşriyyatla görüşməlidir. Kitab sərgilərinə gəlməlidir. Bunu eləməlidir ki, müəllim valideynlər. Bax, indi gəlirlər sərgilərə uşaqlar, gəlir uşaqlar. Əksəri, məsələn, bəziləri müəllimlər gətirirlər, sağ olsunlar, həm müəllimlərə buradan çox təşəkkür edirəm. Gətirirlər uşaqları. Uşağın kitab almağa pulu yoxdur cibində. Valideyn ona məsələn pul vermir ki, sən kitab sərgilə gedirsən. Nə bilim 3-5 manat qoy cibinə kitab al. Amma halbuki yəni mən ehtiyacı da anlayıram, amma bu 3-5 manat deyil də. Yəni uşaq onsuz da hər gün o pulları aşağı-yuxarı xərcləyir, nə bilim ora, bura, şirniyyata, mağazaya, marketə. Yəni bu pulu yığ,
ver cibinə bir 5-10 manat, getsin kitab alsın, özü seçsin. Yəni belə də müəllim də bunun düzgün təbliğatını qurmalıdır və ümumiyyətlə bu sərgilərə valideyn və müəllimlər uşaqlarını gətirməlidirlər. Bu valideynlərə, müəllimlərin borcudur. Xüsusən Kompleks müəllimlərə. yanaşılmalıdır. Bəli, bəli. Yəni və məktəblə, istər müəllim səviyyəsində, istər nə bilim Təhsil Naziri səviyyəsində məktəbdə oxuma vərdişinin artırılması ilə bağlı danışılmalıdır. Təhsil Nazirimiz hər dəfə haqlı olaraq deyir ki, bizdə oxuyub anlama faizi çox aşağıdır. Biz nəsilləri belə-belə. Mən anlayıram və haqq verirəm və çox yaxşı nöqtəyə toxunur və illərdir. Amma bunun yaxşı həlli nədir? Bunun həlli çox da qəliz deyil. Bir uşağın oxuyub anlamasında problem varsa, oxuyub anlama sözü 2 dənə sözü də oxuyub anlama. Əgər bir uşaq anlamırsa, oxumur deməkdir. Yəni biz uşağa dərsliklə oxutmağı öyrədə bilməyəcəyik. Dərslik tamam başqa üslubda yazılmış bir mətndir. Uşağın bir oxu vərdişi olmalıdır. Uşaq bir anlamalıdır oxuduğunu. Yəni bədii ədəbiyyat, nağıl oxumalıdır uşaq vaxtından sonra, bədii əsər oxumalıdır. Dili oradan qavramalıdır. Ondan sonra gedib dərsliyi oxuyanda uşaq anlayacaq. Əks halda necə baş verə bilər bu? Yəni mən düşünürəm ki, yəni bu qədər hallandırmaq yaxşıdır bu məsələni, amma həll yolunda mən bir mənalı anlayıram ki, bir mənalı bunun yolu budur ki, məktəblərə ciddi oxuma vərdişi ilə bağlı plan qurulmalıdır. Məktəb kitabxanaları yenilənməlidir, təşviqat aparılmalıdır. Müəlliflər dəvət olunmalıdır, mütəmadi məktəblərə, uşaq onu görməlidir. Yazıcı uşağın komerinə çevrilməlidir. Hansısa TikTok fenomeni yox, yəni hansısa influencer yox. O yazıcını öz komeri görməlidir. Məktəblilər, xüsusən də yuxarı siniflər, nə bilim pis vərdişlərə yiyələnirlər. Necə olur bu şeylər? Yəni biz yaxşını göstərməyəndə pisi göstərəcəklər də bunu. Yəni ona görə də, yəni bu dediyiniz mən vaxtınızı çox almaq istəmirəm. Yəni məni çox düşündürən bir məsələdir və bunun üstündə biz daim danışırıq. Və biz yeri gəlmişkən bir şey deyim sizə. Biz hər il artıq bu il 5-ci olacaq aprel ayında ANAİB olaraq, yəni Ştab Birliyi olaraq uşaq kitab festivalı keçiririk. Bu regionda ilk sərgi belə bir şeydir. Deməli, keçən il deməli 50.000 giriş olub həmin sərgiyə 5 gün ərzində və uşaqlar axın gəlirlər, valideynlər gətirirlər və yeri gəlmişkən burada demək olar ki 98% ancaq öz dilimizdə olan kitablardır. Gəlirlər uşaqlar oxuyurlar və göstərir ki, yəni uşaqların da ehtiyacı var. Sadəcə bu məktəblə nəşriyyat, müəllif üçbucağı düzgün qurulsa, uşaqların, yəni demirəm 1 ilə, 3 ilə, 5 ilə, 10 ilə bizim uşaqlarına ciddi dəyişiklik olacaq. Yəni bunun yolu bundan keçir. Həmçinin də dünya görüşlərində bir təsir olacaq. Çünki kitab oxuyan insanla yəqin ki, kitab oxumayanın danışıq formasına da yəqin ki, baxırsınız. Bəli, hər cəhətdən, yəni hər şeydə bir fərq. Oxuyan fəhlə belə fərqlidir, oxuyan müdir belə fərqlidir. Fərqi yoxdur. Oxuyan insan fərqlidir. Kitab insanı dəyişdirmək qüdrətinə malikdir və yeganə bir şeydir ki, yəni bəlkə də bir filmlə insanı dəyişdirə bilməzsiniz, amma tarix boyu necədir? Deyir ki, bir kitab həyatımı dəyişdi. Bəli. Bu qədər faktor var. Bu məşhur şəxsdən söhbət gedir. Deyir, bir kitab həyatımı dəyişdi. Yəni kitab insanın həyatını dəyişdirə bilər. Kitab nə bilim pis vərdişi olan bir gənci dəyişdirə bilər. Bu pafos sözlər deyil. Bir naşir çıxıb pafoslu danışır. Mənim dostlarım var, tanışlarım var ki, kitab onun həyatını dəyişir. Mənim bir qrup yoldaşım var idi. Yəni belə də, yəni dərs oxumayan, yəni dərs yola verən, bildiyimiz də bu tələbə həyat yaşayırdı, necə lazımdır. Mən onu, nə bilim, bir 10 il sonra Sumqayıt kitab sərgisində gördüm. Mən baxdım ki, bu adamın ümumiyyətlə ab-havası dəyişib. Yəni həminki uşaq deyil bu, həminki gənc deyil də, tam başqa bir duruş var. Deyir, necə deyir ki, mən kitab oxuyuram. Mənə kitab tövsiyə elə, kitab oxuyuram, vaxtım qatarla gedib gəlir Bakıya. Hər gün kitabla gedirəm. Mən baxdım ki, adamın hətta yəni sifət quruluşu belə dəyişib. Yəni kitabın bu gücü var. Mən onu yəni təkcə bu nümunədə yox, başqa nümunələrdə görmüşəm ki, yəni kitabın bəli bu qüdrəti var. Yəni valideyn istəyirsə ki, uşağı fərqlənsin, müəllim istəyir ki, uşaq tələbə fərqlənsin, onu kitabla tanış eləməlidir, kitabı ona sevdirməlidir. Amma birinci özü oxumalıdır. Gəlin görək bizim müəllimlərimiz kitab oxuyurlarmı? Gəlin araşdırma aparaq görək müəllimlər nə qədər kitab oxuyurlar il ərzində və hansı kitab tövsiyə edə bilərlər uşaqlara. Məncə çox az oxuyurlar. Müəllimlərimiz çox az oxuyurlar. Əslində azdan başıb hədəf qoysaq, bu da bizim üçün bir göstərici olar. Ən azından özümüzə də motivasiya olar. Hər ay bir uşaq, yəni hər ay uşaq bir dənə kitab oxuya bilər də. Valideyn üçün də bu maliyyə ağır deyil də. Uşaq kitablarının orta qiyməti 5 manatdır da, yəni düzdür. Yəni bir uşağa insan 5 manat ayıra bilər də. Tələbə qəbulunda 9-cu sinifdən başlayırlar. İndi daha da aşağı düşüb. 7-ci sinifdən başlayırlar uşaqları hazırlıq qoymağa. Buna bu qədər xərc gedir yox. Əmin olun, yüksək balla girə bilər, amma o keyfiyyətli insan olmaq hələ sual altındadır. Yəni insanın o təhsillə bərabər keyfiyyətli insan olması da vacibdir də. Ona görə də
O kitab onun yanında olmalıdır. 11-ci sinifdə oxuyan uşağın bir vaxtım yoxdur deyir. Vaxtın var, sən yarım saat kitab oxuya bilərsən. Kitabı tərk eləmək olmaz. Yəni kitab həyatımızın hər anında paralel getməlidir. Mən valideynlərə deyirəm ki, yəni o uşağım ancaq hazırlaşsın, bu yarışdıraq onu, hazırlığa qoyaq, o hazırlığa, bu hazırlığa, əlavə hazırlığa filan. Bu öz yerində, amma o kitabın o gücü var ki, o həm təhsilinə kömək eləsin, həm də onun dərinləşdirsin yəni. Bəli. Elə sizin vasitənizdən bir daha məlumat verim ki, oktyabrın 1-dən 7-sinə qədər Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab sərgisi keçiriləcək. Hansı ki, bu dəfəki mövzu Texno-insan, dünənin əfsanəsi, bugünün hadisəsi mövzusuna həsr olunmuş. Bu ilki sərgidə Azərbaycanın xalq yazıçıları, şairləri, tanınmış gənc yazarlar, dünya şöhrətli xarici yazıçılar da iştirak edəcəklər. Belə ki, ziyarətçilərin Elmlər Akademiyası 28 may və Koroğlu metro stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin olunacaq. Sərginin iş vaxtı saat 10-dan 20-yə qədərdir və sərgiyə giriş tamamilə də ödənişsizdir. Dəyərli dinləyicilər, xatırladım ki, siz 90.7 FM-də, Yurd FM-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəni Yurdumuzu dinlədiniz. Bugünkü qonağımsa Parlaq İmzalar Nəşriyyat evinin direktoru Nurman Tariqi idi. Çox təşəkkür edirəm dəvətimi qəbul edib Çox gəldiyiniz sağ olun, üçün. xoş oldu, minnətdaram. Təşəkkür Mən də edirəm. bütün insanları, xüsusən də valideynləri, müəllimləri yer gəlmişkən sizə dəvət edirəm sərgiyə. Gəlin, kitabın yanında olun. Gəlin ki, gələcəyimiz parlaq olsun. Sərgidə görüşərik. Təşəkkür İnşallah. edirəm. Sağ Sağ olun. olun.